Əziz müsəlmanlar, Quran-ı Kərimdə belə bir ayə var. Həqiqətən o ayəni oxuduqda, insan Allahdan xəcalət eləyir, utanır, həyadan başını yerə salır. Düşünür ki, həqiqətən nə qədər mən nankoram, Allahın bu qədər mənə verdiyi nemətlərdən sonra mən Allaha itaətsizlik edirəm. Onun əmrlərini yerinə yetirmirəm, qadağalarından çəkinmirəm və axirətim üçün azuqə toplamıram. Bu ayə Ali-İmran surəsinin 152-ci ayəsindədir. Allah buyurur ki, وَعَصَيْتُمْ مِنْ بَعْدِ مَا أَرَاكُمْ مَا تُحِبُّونَ Allah sizə sevdiklərinizi göstərdikdən sonra ona asi oldunuz. Allah buyurur ki, bu ayədə mən sizə sevdiklərinizi verdim. Nə istəyirdiniz? Mən sizə onların hamısını verdim. Evlənmək istəyirdiniz, sizi evləndirdim. Ev istəyirdiniz, sizin üçün ev tikməyi asanlaşdırdım. Xəstə idiniz, məndən şəfa istəyirdiniz, sizə şəfa verdim. Övladınız yox idi, övlad istədiniz, mən sizə övlad nəsib etdim. Vəzifə istəyirdiniz, mən sizə vəzifə verdim. İş istəyirdiniz, mən sizə iş verdim. Nə istəyirdinizsə hamısını sizə bəxş etdim, hamısını sizə verdim. Və bundan sonra وَعَصَيْتُمْ مِنْ بَعْدِ مَا أَرَاكُمْ مَا تُحِبُّونَ Allah sizə sevdiklərinizi verdikdən sonra ona asi oldunuz. Bu ayə Uhud döyüşündə nazil olub. Allah Azza və Cəllə bu ayədə sahabələri məzəmmət edir. Deyir ki, mən sizə Uhud döyüşündə qələbə verdim və sizə sevdiklərinizi verdim, qənimətlər verdim. Bundan sonra isə siz Peyğəmbərə asi oldunuz, mənim əmrimə asi oldunuz. Bu ayə bizə də aiddir. Bizə düşünəyin, Allah bizə bu dünyada hər şey verib. İstədiyimiz nə vardırsa hamısını bu dünyada verib biz Allah Azza və Cəllə. Və bunlardan sonra bizlər Allah Azza və Cəlləyə asi oluruq. Baxın, Allah bizə nələr verib. Saymağa başlasaq, vallahi sayıb qurtara bilmərik. Düşünün, görün Allah sizlərə nələr verib. Can sağlığı verib, əlhəmdülillah. Əmin-amanlıq verib, əlhəmdülillah. Bütün nemətləri sizə bəxş edib. Sizə sığınacaq verib, hər bir şey verib sizə Allah Azza və Cəllə. Sizə kitab göndərib, haqqı batildən ayıran. Sizə Peyğəmbər göndərib. Əlhəmdülillah, gözəl bir nəsihətçi, gözəl bir kişi, gözəl bir Rasul, gözəl bir öyüd nəsihət verən, dahi bir insan. Muhammed sallallahu aleyhi və səlləmi bizə Rasul edib, bizə öndər edib, bizə nümunə edib. Bu bizim üçün bir nemətdir və bizi zülmətdən nura çıxardıb. Bunlardan sonra Allah buyurur ki, وَعَصَيْتُمْ مِنْ بَعْدِ مَا أَرَاكُمْ مَا تُحِبُّونَ Sizə sevdiklərinizi göstərdikdən sonra asi oldunuz. Həqiqətən də bizlər, Allah bizləri islah eləsin. Allahın bu qədər bizə verdiyi nemətlər qarşılığında bizlər Allaha asi oluruq. Allah bizi zülmətdən nura çıxardıb, bizə haqqı haqq olaraq göstərib və bizə batili batil olaraq göstərib və bizi batildən uzaq edib və haqqa müvəffəq edib. Bundan sonra biz necə Rəbbimizə naşükürlük edə bilərik? Həqiqətən, nemətdən sonra asilik etmək, nemətdən qabaq asilikdən daha şiddətlidir və daha pisdir və daha böyük günahdır. Allah sənə yaxşılıq eləyir, sən isə asilik edirsən. Allah sənə xeyir verir, sən isə Allahdan uzaqlaşırsan, Allahdan qaçırsan, Allahdan üç çevirirsən. Həqiqətən bu ayəni oxuyağın, düşünəyin, tədəbbür edəyin, bu ayəni qəlbimizə salağın və düşünəyin ki, Allah bu ayədə bizə nə demək istəyir? Demək istəyir ki, Allah sizə sevdiklərinizi göstərdikdən sonra, yəni sizə sevdiklərinizi verdikdən sonra ona asi oldunuz.